Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahi ve ba'd. Allah'ın selamı, rahmeti, bereketi üzerimize olsun. Biraz bura haş eylem, elinizi koyup bunu seçelemeyin inşallah. İnşallah bugün Allah İmam Acur'a rahmet eylesin. Allah'ı görme babındayıq ki, qiyamət günündə və cənnətə biz Allah'ı görəcəkmi, yoxsa görməyəcəkmi? Əslində bu mövzu zaten zikr olunub, sadəcə məsələni daha geniş bir şəkildə Əhl-i Sünnətin usulu ilə məsələyə cavab verilir. Və aynı şəkildə bugün bir də görəcək ki, nədir? İnsanlar bəzi məsələlərdə ümumdə Əhl-i Sünnət ola bilirlər, amma işin tafsilatında ayrılığa gedəndə baxırsan ki, Əhl-i Sünnət deyildir. Yəni bu barədə biz çox misallar vermişik. Yadınızda olan varmı ki, bəzi bidət əhli Əhl-i Sünnətlə zahirdə eynidir, amma tafsilatda isə Əhl-i Sünnətdən deyildir. Xatırlayırsınızmı? Hansı məsələlərdə? Kim xatırlayır? Yəni onu xatırlayanlar azdır, belə baxıram. İman məsələsində, küfür məsələsində Əhl-i Sünnətlə zahirdə eyni ola bilərlər, amma həqiqətdə xavariclər, mürciyələr, mü'təzilələr Əhl-i Sünnətlə zahirən eynidirlər. Mürciyələrlə, xavariclər, mü'təzilələr Əhl-i Sünnətlə zahirən eynidirlər. Nədə? İman və küfür məsələsində. Yəni sən bugün xavaricə, mürciyəyə, bir cəhmi olanlara sorsan ki, küfür və iman hardadır? Deyir, iman dildə, qəlbdə və orqanlardadır. Onlar nədir? Əl-iman təsdiqun bil qalb, qəlblə təsdiq etməkdir. Və qavlun bil lisan, dillə söyləməkdir. Və amelun əməldir, cəvarih bil cəvarihi, yəni orqanlarımızla ona əməl etməkdir. Və həkəzə küfür nədir? Küfür qəlbdə də olur, etiqadi küfür, yəni dillə söyləmək də olur. Məsələn, Allahı söymək kimi əməldə də olur, bütə səcdə eləmək və s. Bunlar bunu Əhl-i Sünnətdə də nədir? Eyni olduğuna görə zahirən Əhl-i Sünnətlə eyni düşüncəyə gəlib çıxmış olurlar. Amma həqiqətə gəlincə, onun tafsatına girəndə mürciyə, xavaric, mü'təzilə Əhl-i Sünnətdən ayrılırlar. Necə ayrılırlar? Çünki mürciyələr deyir ki, bir insan qəlbində etiqad eləmədiyi sürəcə bir zahiri və dilində söyləmiş olduğu küfrə, şirkə və əməlində olan küfür və şirkə etiqad eləmədiyi sürəcə o nədir? O kafirdir. Bu istəyir günah olsun, istəyir şirk olsun, istəyir küfür olsun. Bu mürciyenin görüşüdür. Deyir, istər küfür olsun, istər şirk olsun, istər haram olsun, istər fısk olsun. Etiqadı olaraq halal görmədiyi sürəcə, yəni o əməldən dolayı kafir olmaz. Bunun tam ziddinə xavarizlə və mü'təzilə nədir? Bir insan kiçik olsun, böyük olsun, haram olsun, fısk olsun, zulm olsun, şirk olsun, küfür olsun, fərq eləməz. Nədir? Hamısı nədir? Külliyən eləyərsə kafirdir. Yəni bir dənəsini də tərk edir. Yalan danışarsa kafirdir. Hırsızlıq edirsə kafirdir. Hansı əməli eləyirsə eləsin, dindən çıxmışdır. Çünki onlara görə böyük günahlar da nədir? Şirk və böyük küfür hökmündədir. Və aynı şəkildə Əhl-i Sünnət isə bunlara müxalif olaraq deyir ki, əməllər imandandır. Bəzi əməllər var ki, imanın əsillərinə təalluq edər, olmazsa olmazıdır o əməl, o söz, o etiqad. Bəzi əməllər var ki, o imanın kamilliyinə, vacibliyinə aiddir. Bəzi əməllər var ki, etiqadı küfürdür. İstəyir həm etiqadda, həm dildə, həm əməldə. Elə əməllər var ki, mücərrət etiqadın küfürdür. Elə əməllər var ki, etiqad etdiyin zaman da küfürdür. Elə sözlər var ki, o sözləri söylediğin zaman da onun caizliyine, halallığına veya haramlığına etiqad eləyərsə küfürdür. Elə məsələlər var ki, dildə də, əməldə də müstəqil olaraq etiqada bağlı olmadan nədir? Küfürdür. Məsələn, Allaha söymək, hər hansı bir şey dilinlə, dində olan, vacib olan, haram olan, farz olan bir əməlləri dili ilə inkar etməsi və ya qəbul etməməsi və yaxud da ki, insanın əməlində və sözündə Allaha söyməsi və küfürlə Allah dinlə istehza eləməsi, müsəlmanlarla istehza eləməsi, İslamda vacib olan hər hansı bir İslami şiarlarla alay etməsi, onları aşağılaması və yaxud da ki, dili ilə küfür kəlmələri və küfür şeirləri söyləməsi, etiqad eləməsə belə. Və yaxud da ki, əməlində nədir? İnsan əməlində küfürlər nədir? Səcdə eləməsi, Allahdan başqasından səcdə eləməsi, rükü eləməsi, Allahın şəriətini mutlaq olaraq bir insanın tərk eləməsi, dini əməli olaraq başqa bir dinlərdən, yəni əməlində göstərərək üstün görməsi, yəni dini qəbul edib
dildə qəbul, əməlində dindən tamamilə uzaq qalması, İslamın İslamın vacibləri adına hər hansı bir şeyləri eləməməsi adına deyilir əhl-i-sünnət nədir? Küfrdür. Amma bunu Xavariz və Mü'təzilə və yaxud da ki, mürciyələr bu şəkildə məsələləri təfsilata neynəmirlər? Onlar bu şəkildə məsələləri təfsilata ayırmırlar. Bizim onlardan nədir? Fərqimiz budur. Bəzi ona görə əməllər var ki, onlar mücərrəd olaraq, yəni etiqadi olaraq və ya əməl olaraq, məsələn, Allahdan qeyrisinə bir bütə səcdə eləmək etiqadi küfür deyil, əməli küfürdür. Və yaxud da ki, xac taxmaq, yəni xristiyanlara məxsus olan xac, yahudilərə məxsus olan küfür, şirk, ibadətdə aid olan bir əməli bir insan üzərində taxması, geyinməsi mücərrəd olaraq o küfürdür. Yəni burada etiqad şərti yoxdur. Yəni bu sələf metodunda, əhl-i-sünnət mənhəcində bu şəkildədir. Yəni bunun üçün bəzi əməllər mücərrəd olaraq, bəzi sözlər mücərrəd söz söyləməklə və bəzi etiqadi məsələlər zaten nədir? Etiqad bizə aid deyildir. Biz sadəcə olaraq hökmünü söyləyirik, amma həqiqətini isə kim bilir? Onu Allah Subhanahu taala bilir. Yəni qəlbə aid olan məsələ. Ona görə biz insanların əsasən nədir? Zahirlərinə baxıb müamilə edirik. Biz insanların daxilinə baxmırıq. Baxın, zahirə iman küfür məsələsində də biz zahirə baxırıq, İslam məsələsində də zahirə baxırıq. Yəni bir insan şəhadət gətirib, namaz qılıb, oruç tutub, zəkat verirsə, zahirdən küfür şirki görsənmirsə, əhl-i-sünnətə görə müsəlmandır. Arxasında namaz qılınır, kəsdiyi yenir. Harda və necə, kimliyə nasıl olmayaraq. Bir şərtlə küfrə, şirkə, bidata bir qarinəsi yoxdursa, yəni küfür millətinə, şirk tayfasına, küfür tayfasına qarinəsi yoxdursa, yəni onlarla bir bağlantısı zahirən görsənmirsə, yəni cəhmiyyələrin safında deyilsə, mürciyələrin safında deyilsə, mü'təzilərin safında deyilsə, xavaricilərin, yəni indi təkbir olanlar var, olunmayanlar var, onların safında deyilsə, bu insanlara arxasında namaz qılınmaz. Kimlərinin İslamına görə, kimlərinin isə bidət əhli olduğuna görə arxalarında namaz da qılınmaz, kəsdikləri də yenilməz. Bu əhl-i-sünnətin, əleyhissalam, bu əhl-i-sünnətin ən gözəl nədir? Mənhəcidir. Yəni əhl-i-sünnət bu şəkildədir. Allah hamd olsun. Allah bizi bu yoldan, bu mənhəcdən ayırmasın. Və bu müqəddimə ilə biz indi bu məsələyə giririk ki, bu müqəddimə ilə, nədir o müqəddimə ilə? Bəzi firqələr var ki, Allahı görəcəyini etiqad edirlər, məsələn, əşarilər. Lakin Allahı görəcəyini bu gözümüzlə görəcəyini deyil, Allah qəlb gözü ilə görəcəyini etiqad edirlər. Onlar da deyirlər ki, Allah Subhanahu qiyamət günündə görüləcək. Allah Subhanahu daha doğrusu cənnətdə göstərəcəkdir. Görəcəyik. Amma qəlb gözü ilə. Allah yeni qəlb gözündən Allahı görəcək, çünki bu gözlərlə Allahı görməmiz mümkün deyildir. Yəni, ümumi olaraq bizə, necə ki, isim sifətdə onlar xaricilərlə, daha doğrusu mü'təzilərlə, cəhmiyyələrlə qarşıdırlar ki, Allahın isimləri və sifətləri var. Lakin Allahın hər isim, hər sifətini qəbul etməzlər, müəyyən isim və sifətlərini qəbul edirlər. Allahın isim və sifətlərini qəbul eləmələrinin məqsədləri Allahın isim və sifətini özü zikr etdiyindən dolayı deyil, ilahda bu sifətlərin varlığı səbəbilə qəbul edirlər. Yəni, bir ilah varsa, o ilahda bu sifətlər olmalıdır. Yəni, ilah görməlidir, eşitməlidir, bilməlidir, həyatda olmalıdır, qüdrətli olmalıdır, güclü olmalıdır. Kimi ilahın bu vasfı var. Yəni, bu vasfı olmayan bir ilah ola bilməz. Onlar bu səbəbdən bunu qəbul edirlər ki, ilahın nəyidir? İlahın vasfıdır. Və burada da eyni şəkildə ki, İmam Acuri yeni bir başlıqla ki, biz yuxarıda zikr etdik Peyğəmbər ayətlərlə. İndi ayətləri bizim usulumuz nədir? Nə dedik? Bizim Quran və sünnət mənhəcimizdir. Və sələf salihin mənhəci, sahabə, tabiin, itibə tabiin bizim mənhəcimizdir. Biz bunu anlatmışdıq. Nə demişdik? Əgər xatırlayırsınızsa, biraz geri qayıtmış olarsaq, ki, əhl-i sünnətin yəni görüşü nədir? Birinci, məsələn, sənə söyləsələr ki, hüccət nədir? Sən nə deməlisən? Mənim hüccətim Allahın kitabından. Yəni, Quran və sünnətdir. Sahabənin sözüdür, uləmənin sözüdür və müsəlmanların sözüdür. Quran, sünnət, sahabə 3, alimlər 4 və müsəlmanlar 5. Və bu səbəbdən də biz indi bu günlər nədir? Biraz da olsa nəyə açıqlayacağız? Quran-ı Kərimdəki olan ayətləri ki, biz ayətlər gətirdik, yəni Qiyamət surəsindən və digər surələrdən bu məsələni biz dəlil gətirdiyimiz zaman biz nə dedik? Yəni bu surələrin özü nədir? Allah Subhanahu bu ayətlərin özü görülməsinə bir dəlildir. Və indi bu dəlili bizdən başqa, yəni alimlər bunu belə mi anladılar? Biz nə dedik? Quranı
İxtilaf zamanında alimlərə götürəcəyik. Necə? Sahabə və tabiin Quranı bu ayəti necə anladılar? Biz Qurandan dəlil gətirəcəyik. Adam sənin Qurandan gətirdiyin dəlili rədd edəcək. Biz bunu açıqlamışıq, xatırlayırsınızsa. Biz nə deyirik qardaşlar? Bax, biz Qurandan dəlil gətirəcəyik. Amma adam Quranı rədd edirsə, biz bunu sünnətlə açıqlamaq zorundayıq. Sünnətlə açıqlamamışdan qabaq Qurandan dəlil gətirdiyimiz zaman Qurandan gətirmiş olduğumuz dəlilləri sünnətə yorumlayacağız. Biraz onlar zəhmət olmasın. Biz onu nə edəcəyik? Biz onu sünnətə, alimlərin görüşünə ki, bu ayəti alimlər necə anladı? Bu çox önəmlidir. Yəni sən bu gün Qurandan ayət gətirmən %100 dəlil olaraq qabaqdakı insana yetərsiz ola bilər. Sən nə etməlisən əzizim? Sən belə bir durumda Qurandan gətirdiyin ayəti və Qurandan gətirdiyin hədisi sahabənin, tabiinin və böyük alimlərin nəzərinlə ki, onlar bu ayəti bu şəkildə başa düşdülər. Və bunun üçün deyir ki, kimdir? Yəni bunlardan zikr etdiyimizdən Allahı görməklə bağlı hədis və ayətlərdən kimdir? Fəmən rəqibə, kim onlardan yüz çevirərsə və yaxud da kim onlara meyil edərsə, onların meyilindən yüz çevirərsə ki, o alimlər ki var, hansı alimlər? Həulə əimmə əlləzinə, hansı o alimlər ki var, yəni onları zikr etdiyimiz zaman biz onlardan xoşnut oluruq, amma bəziləri isə ondan xoşlanmazlar. Yəni bu gün məsəl üçün alimlərin adını zikr edəndə Quran və sünnətdən sonra alimlər də bunu belə başa düşdü deyəndə insanlar var ki, nəfslərinə ağır gəlir. Deyir ki, qardaş, alimlərin sözünə ehtiyac yoxdur. Biz özümüz belə başa düşürük. Biz deyirik ki, xeyr, siz yanlış yoldasınız və deyir ki, kim alimlərin gətirmiş olduğu Quran və sünnətin dəlillərindən sonra və xalifə kitab və sünnətə müxalifət edərsə və radiyə bi qavlu cəhm və cəhmiyələrin və cəhmi saffanın və Bişr el-Mursinin yəni görüşlərinə belə deyim ki, muvafaqət edərsə, onların görüşünə gedərsə, onların söylədiyini yəni söyləyərsə və onlara bənzər olanların da görüşünə gedərsə, Allahla bağlı olan, Allahın sifətləri ilə bağlı olan məsələlərdə onlar nə edirlər? Onlar İslamdan çıxar və o insan kafir olmuş olar. Və İmam Əhmədin sünnətində də yenə bu şəkildə də onların deyir, burnu göynəsə də, burnu qaşınsa da, burnu yerinə sürünsə də, qiyamət gündə Allah Subhanahu taala'nı görəcəyik və bu gözlərimizlə görəcəyik və başımızın üstündə olan və yəni başımızda olan gözlə görəcəyik. Və alimlər yenə də başqa yəni Süfyan Əs-Səvri olsun və İmam Zühri olsun və digər İslamın böyükləri olsun, İmam Ən-Nəxai olsun və yaxud da ki, onlar Abdullah bin Abdullah Ən-Nəxai dedi ki, həulə əbnəl mühacirin, mühacirlərin evlatları dedilər ki, onlar Allah Rasuluna zikr etdilər, dedilər ki, Allah Subhanahu Quran qiyamət günündə görüləcəkdir. Amma hətta deyir, nə zamana qədər bu söz dedilər? O zamana qədər ki, onların məclisinə nədir? El-Mursi, yəni o cəhmi olanlar onların məclisinə girdi. Dedi ki, onların burnu yerinə sürünsə də Allahı biz görəcəyik. Onlar istəsə də, yəni istəməsələr də Allah görüləcəkdir. Yəni İmam Əhmədin oğlunun Abdullahdan gələr ki, deyir, mən bəzi şeyxlərdən eşitdim ki, və İmam Vaqidən eşitdim və Allahı görməklə bağlı olan hədislərlə gələncə dedi ki, bu konuda cəhmiyələrin gözü 2 kərə kör olmuşdur. Yəni onlar nədirlər? Onlar kördür. İmam Buxari də dedi ki, İmam Vaqi dedi ki, kim bunları, bu hədisləri rədd edərsə, mən kəddəbə bu hədisləri, rivayət hədislərini, Allahı görmə hədislərini kimlər rivayət rədd edərsə, yəni onlar cəhmidir və onlardan uzaq durun. Və kim bu konuda ümumiyyətlə tartışarsa, ixtilaf edərsə belə və yenə o insanlar nədir? Kafirdirlər. Daha doğrusu cəhmidirlər və küfrə düşmüşlər. Və az öncə söylədiyim kimi, baxın, insanlar zahirən əhl-i sünnət ola bilərlər. Yəni bir insan zahirən əhl-i sünnət olması mümkündür. Amma həqiqətdə əhl-i sünnət olmaq çox çətindir. Bütün məsələlərdə əhl-i sünnət olmadığın sürəcə sən əhl-i sünnət ola bilmirsən. Ona görə dedilər ki, burada bilmən lazımdır ki, deyir, əşarilərlə cəhmiyələr o qədər də bir-birindən Allahı görmədə fərqli deyirlər. Nəyə görə?
Çünki cəhmiyyələr Allahın qiyamət günündə və cənnətdə görülməyəcəyini tamamən söyləyirlər. Cəhmiyyələrlə bərabər əşarilər də nədir? Allahı gözlə deyil, qəlb gözlərimizlə görəcəyini söyləyirlər. Dolayısıyla nədir? Onların sözlərini söyləmiş olurlar. Və burada bir məsələni qeyd eləmək istəyirəm ki, bugün piyasada, Azərbaycanda, Türkiyədə, yəni bir çox yerlərdə baxırsan ki, əşarilərin müdafiə etmə bir şeyinə keçmişlər. Yəni əşariləri müdafiə edirlər. Türkiyədəki, Azərbaycandakı bir çox, yəni özünü İslam'a, elmə nisbət edənlər. Yəni yalnız bu çox yanlış bir metoddur. Yəni biz ümumiyyətlə sələf alimlərini və onların izində gedənləri bizim belə deyim ki, acımızdan qəbulları baş tacıdır. Lakin cəhmiyyə görüşünə gedən, xavaricilərin görüşünə gedən və mü'təzilənin görüşünə gedən, bu istər əşarilər olsun, istər məturilər olsun, istər mürciyələr olsun, yəni bizim üçün fərq etməz. Yəni onlar da onların mənhəcindədir. Və bu günlər biz nə edə bilərik? Əgər bizim aramızda məşhur, yayılmış, sevilimli, tanınmış alimlərimiz varsa, bəzi məsələlərdə əhl-i sünnətə müxalifət etmişlərsə, biz o müxalifət etmiş olduğu bəyanı edə bilərik ki, yəni bunlar genəldə əhl-i sünnətdirlər, amma bu və buna bənzər məsələdə nə etmişlər? Yəni əhl-i sünnətə müxalifət etmişlər. Bunu bu şəkildə bəyan etmək lazımdır. Yəni bunu gizləmək olmaz. Amma baxırıq ki, bir insan, baxın, belə deyim ki, iman və küfür məsələsində, məsələn, bugün əşarilərlə bizim aramızda çox fərqlər var. Maalesef bizim hocalarımız bunu etiraf eləmirlər. Mən bilmirəm niyə etiraf eləmirlər. Yəni iman küfür məsələsində bizim onların arasında böyük etiraflarımız var. Yəni o la ilahe illallahın mənasında bizim onların arasında böyük fərqlər var. Onlarla bizim aramızda əməli küfrün, etiqadı küfrün, sözlü küfrün arasında böyük fərqlər var. Yəni bu məsələlər elə belə məsələlər deyil. Onlarla bizim aramızda Allahın yəni müəyyən sifətlərində deyil. Onlar sadəcə müəyyən sifətlərini qəbul edirlər. Baxın, burada bir incəlik var. Bir var onlar Allahın bütün isim və sifətlərini qəbul edib, bir-iki isim qəbul eləməsinlər. Onlarla bu məsələdə biz ixtilaf edək. Bir də var ki, onlar genəlliklə Allahın isim və sifətlərini qəbul eləməyib, bəzi isim və sifətlərini qəbul edirlər. Və onların, zaten baxın, qardaşlar, baxın, mən sizdə bunu elm olaraq, həm də ki, hikmət olaraq deyirəm ki, əlimizdə biraz danışarkən hikmətli danışmaq lazımdır. Bir insan bugün əgər əşarilərin küfürünü, şirkini, haramını, bidatını, sapılığını bilmirsə, ümumiyyətlə onlar barədə danışmasın. Çünki özün zəlalətə düşərsən, özün yanlışa düşərsən. Yəni, onların bizimlə bərabər İslam 5 şərtinin, 4 şərtini qəbul etmələrində cəhmi də bunu qəbul edir. Mü'təzilə də bunu qəbul edir. Yəni, bizim cəhmi ilə bir problemimiz yoxdur ki, bu məsələdə. Cəhmi demir ki, namaz 3 vaxtdır. Cəhmi demir ki, bütə səcdə eləmək şirk deyil. Cəhmi deyir ki, qəbirə bütə səcdə eləmək mütləq olaraq şirkdir, etiqada şərti yoxdur. Cəhmi, onlar qəbirə ibadət eləmək şirk görürlər, açıq aydın. Yəni onlar namazın 5 vaxt olmasını, orucun vacib olmasını, zəkatın vacib olmasını, hacın vacib olmasını, içkinin haram olmasını, qumarın haram olmasını, zinanın haram olmasını və s. bütün bunlar hamısı zaten onlar qəbul edilir. Və yaxud da ki, mü'təzilə bunların hamısı qəbul edir. Yəni mü'təzilə demir ki, üzr istəyirəm, İslamın 3 şərti var. Mü'təzilə demir ki, namaz vacib deyil. Mü'təzilə demir ki, zəkat vacib deyil. Mü'təzilə demir ki, Allah'a şirk etmək caizdir. Tam əksinə. Tam əksinə bu konuda daha çox sərtdirlər yəni. Və ya xavaricilər. Yəni bizimlə bu tayfaların arasındakı olan məsələ, yəni cəhmilərlə bizim aramızdakı olan genel problemlər nədirsə, yuxarı aşağı baxdığın zaman da əşarilərlə, məturidilərlə bizim aramızdakı fərq həmən aynıdır. Sadəcə İbn Qayyim nə deyir? İbn Teymiyyə deyir onu. Onlarla bizim aramızdakı olan fərq, onlar təvillə məsələyə yanaşırlar, bunlar isə kökündən inkar edirlər. Yəni nəticə eynidir. Biri təvillə Allahın isim və sifətlərini inkar edir, biri isə təvilsiz inkar edir. Və bəzi elm adamları da deyirlər ki, təvil təkfirə mənidir. Tabi, təvil təkfirə manidir o zaman ki, təvil caiz olan bir təvil olarsa. Ərəb dilindən, Qurandan, sünnətdə yeri olan bir təvil olarsa, Quranda və sünnətdə onun yeri yoxdursa, Quran və sünnət o mənanı dəstəkləmirsə, bu təvil keçərsizdir. Aynı şəkildə o təvil keçərlidir ki, ilk anda keçərlidir. Davamlı olaraq bir insan təvilə yapışıb, təvilə sarılıb, mən bu təvilə getmişəm, ömrünün bunun üzərində həyat qura bilməz. Necə ki, cəhalət bəzi məsələlərdə üzürlüdür. Yəni, nə deyilir? Cəhalət keçici olaraq üzürlüdür, davamlı olaraq üzürlü deyil ki, cəhalət. Yəni, bir insan davamlı olaraq Allahın kitabından cahil ola bilməz.
Yani bugün bütün İslam icması ittifak edip ki cahil bir insana Allah'ın hükmü, Allah'ın Kur'an'ı, Allah'ın getirmiş olduğu risaleti ulaşıncaya kadardır. Yani ulaştıktan sonra cehaleti ortadan kalkmıştır. Yani bugün əslində baxarsaq bizimle cehaleti üzür gören tayfa arasında bir sorun olmaması lazımdır. Niye göre? Çünkü her ikimize göre bugün Kur'an sünnet meydandadır. Kur'an ortadadır. İnsanlar özüne Müslümandır. İnsanlar özüne Kur'an ehlidir. İnsanlar Kur'an'la oturturur. İnsanlar ölülerine bile Kur'an okudurlar. İnsanlar cenazeye gelende Hacı Hoca Molla ya da düşür. Yasin, Kur'an-ı Hakim yani Kur'an-ı Kerim ya da düşür. Ve İhlas, Fatiha suresi ya da düşür ve merasimlerde bunları okuyurlar. Merasimlerde cenaze namazı, Kurban Bayramı'nda kurban kesilirler. Ramazan ayında oruç tuturlar. Ama maidalike bununla beraber onlar küfrün ve şirkin içerisindedirler. Ve biz de bununla bağlı dedik ki onlar bu meselede cehaletlerin mazerettir ve onlar bu meselede özürlüdür. Yani bu asla ve asla kardeşler geçerli olabilmez. Ona göre bu şeyleri zikredirik ki bakın yani kitaplar içerisinde esas ve önemli olan meseleler budur yani. Buna göre Muhammed bin Ka'b el-Kurdi ne diyor? Diyor ki Allah subhanahu ayete vucuhun yevme idin nadire ila rabbiha nadire, yani biz kıyamet gününde nedir? Üzlerdir parlayacak ve biz Rabbimizi öz gözlerimizle güzel bir şekilde nedir? Göreceğiz. Ve yine burada İbn Abbas'tan aynı şekilde bu mesele gelir ve diyor ki biz vucuhun yevme idin nadire, yani Allah subhanahu üzleri parlayacaklar. Niye? Çünkü onlar Allah'a baktıkları için. Ve yine İbn Mübarek ve Hasan ve diğerleri de ne derler? Vucuhun yevme idin nadire, yani üzler parlayacak ile Rabbihe nadire, yani Allah'ı görecekler. Yani hiçbir ikrime demiştir ki vucuhun yevme idin nadire, yani o gün yüzler nimet şeklinde parlayacak ve nimet halinde olacaklar ve naim olacaklar ve onlar nedir? İle Rablerine nedir? Bakacaklar. Ve yine ikrime başka bir yolla gelen hadiste de onlar kıyamet gününde nedir? Allah subhanahu teala'yı en güzel bir şekilde nedir? Onlar görecekler. Ve yine ikrime diye ki kâle li İbn Abbas'a soruşuldu. Hel dedi ki kullu men dehaler cennete, Allah'ı her cennete giren görecek mi? Dedi ki bəli, Allah'ı her cennete giren nedir? Görecektir. Ve yine Ebu Bekir Sıddık'tan Allah subhanahu lillezine ahsanul husna ayetini ve ziyade olan Yunus suresindeki, yani insanlar nedir? Cennete girenler Allah'ın yüzünü inecekler. Allah'ı kıyamet yani cennette yani görecekler. Ve yine Ebu Bekir Sıddık'tan aynı ayetin tefsirini başka bir rivayetine nedir? Yani insanlar kıyamet gününde yani nazara ile vecihillahi teala, onlar kıyamet gününde Allah subhanahu teala'ya nedir? Bakacaklar. Ve yine Ebu Bekir Sıddık'tan aynı bir rivayet, yine İbn Abbas'tan başka bir rivayet ve yine başka Hüzeyfe radıyallahu anhu'dan fi kavlullah teala lillezine ahsenul husna ve ziyade, yani kâle nazara ile, yani Allah'a bakacaklar, yani Allah subhanahu ve teala'yı nedir? Görecekler. Yani bakırsan ki bir neçe burada isimler çoktur. Şimdi biraz gelen dersimizde biz tabi sahabelerden, tabiinlerden direkt yani bir neçesinin isimlerini de bu meseleyle bağlı çekeceğiz ki bunlar müstakil hadislere bağlı kalarak. Az önce zikrettiğim bu ayetlerin tefsirinde bunu böyle söylemiştir. Yani Kıyamet suresinde, Mutaffifin suresindeki ve Yunus suresindeki ayetlerden bağlı nedir? Ebu Bekir Sıddık'tan olsun, İbn Abbas'tan olsun ve İkrime'den olsun, Hüzeyfe radıyallahu anh'tan olsun ve diğerleri nedir? Ne demişlerdir? Kıyamet gününde ve cennette biz Allah'ı öz gözlerimizle nedir? Göreceğiz. Ve bunu ne için söylüyoruz böyle? Bu Eşari veya başka cehim akidesinde olan insanlar ki, yani bu ayetlerdeki ziyade kelimesi Allah'ın onlara lütfüdür. Ziyade kelimesinin yani kalplerindeki olan yakinliktir. Ve ziyade kelimesi ile Rabbihe, yani kalpleriyle Allah'ı görecekler vesaire olan tevilleri yani reddelemek için bunlar söylenmiştir. Yani bunları ne için söylüyoruz? Reddelemek için, kabul etmemek için. Çünkü yani senin eğer itikadın selef-i salihindirse, yani selef-i salihin bu şekilde itikad edenmiştir ki onlar kıyamet gününde Allah subhanahu müminler görecekler. Yani var olan gözleriyle görecekler ve bu ehl-i sünnetin neydi kardeşler? Ehl-i sünnetin itikadıdır. Ve sonra inşallah Muhammed bin Hasan, Hüseyin daha doğrusu sahabenin ve onlardan sonra gelenlerin
Allah Resulü'ndən bizzat eşitmiş olduğu hədislərlə nədir? Yeni məsələyə baba gələcək. Sonra yəni Əbu Hüreyrə bu məsələ ilə bağlı, yəni ondan sonra Əbu Said Əl-Xudri'nin bu məsələ ilə Allah görməklə bağlı və s. nədir? Baxacaq ki, onlar Allah Subhanahu taala görmələri, Allahın görülməsi barədə açıq bir şəkildə bizə nədir? Nəqillər edəcəklər. İnşallah burada dediyimiz kimi 25 dəqiqəmiz tamam oldu. Bu dərsimiz burada bitir. İnşallah ikinci dərsimizə keçirik. Allah'ın izniyle ve ahir davan elhamdülillahi rabbil alemin.